Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla mübarizə baş idarəsinə naməlum şəxslərin qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoşəkilləri süni intellekt proqramlarından istifadə edərək üzərinə nalayiq ifadələr yazdıqları, həmin görüntüləri müxtəlif sosial media platformalarında yaydıqları və bu görüntülərin silinməsi müqabilində zərər çəkənlərdən pul tələb etdikləri barədə məlumatlar daxil olub. Kiberpolisin həyata keçirdiyi əməliyyat texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər TikTok, Instagram və Telegram sosial şəbəkələrindən qadınlara məxsus fotoları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər. Daha sonra saxta hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb, silinməsi müqabilində zərər çəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər. Faktlarla bağlı baş idarədə cinayət işi başlanılıb. Hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Sosial şəbəkələrdə müxtəlif xanımların şəkillərini götürərək, onları süni intellekt vasitəsilə əxlas formada fotomontaj edirdim və həmin xanımlara digər səhifədən yazaraq onlardan pul istəyirdim. Əks təqdirdə isə mənə pul atmadığı təqdirdə həmin xanımların şəkillərini digər sosial şəbəkələrdə paylaşdığımı bildirirdim. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşılan foto və video görüntülər müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və qanunsuz məqsədlərlə istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və təkliflərə etibar etməmək tövsiyə olunur.